davasız, şavasız bayram keçirmək üçün bir sıra tövsiyələr var. O tövsiyələrdən biri də xüsusilə bayram süfrələrində heç vaxt insanın fikrini dəyişməyəcək mətləblərdə mübahisə etməməkdir. Məsələn, bayram süfrələrində siyasətdən və dindən danışmaq hər zaman mübahisə yaradır. Nəyə görə? Çünki istənilən mübahisədə, xüsusilə də bu mövzularda siz qarşı tərəfin fikrini onsuz da dəyişə bilmirsiniz. Fikrini dəyişməyəcəksə, debata niyə gedirsiniz? Ona görə də mütəxəssislər məsləhət görürlər ki, bayram süfrələrində çox ciddi, həddindən artıq enerji tələb edən mətləblərə baş vurmayın. Bilirsinizmi niyə? Axı ildə bir dəfə bu cür yeni ilə keçid üçün yeni şansımız olur. Ona görə də 2026-cı il üçün məqsədlərinizi müəyyən edin. Başqalarının sizə sırıdığı yox, özünüzün həqiqi arzuları nədir? Oturun 50 arzu yazın. Görün heç 30-a çatacaqsınız. Yeni iliniz mübarək. 2026-cı il ən ümdə arzularınızın yerinə yetdiyi il olsun.